O dağları bəzəməyə ləli zəri hardan alım? Soldu getdi çiçəklərin təzə təri hardan alım? Olmuşuq lal, olmuşuq çar, tutub nəğmə kiriyib tar. O bəstəkar o nəğməkar xan tərtəri hardan alım? Tərtər çayı. Salam əziz qardaşlarım və bacılarım. Ürəyimizdə sönməyən bir od yanır. Bu, Qərbi Azərbaycan həsrətidir. Göyçənin sərin küləyi, dərə-ləzin yolları, Zəngəzurun uca dağları, İrəvanın qədim nəfəsi. O torpaqlar hələ də ruhumuzda yaşayır. Ana laylası kimi, ata ocağı kimi. Gözlərimiz yaşlıdır, ürəyimiz niskilli. Amma ümidimiz sağdır. Çünki inanırıq, bir gün o yurd yerlərində yenə bizim səsimiz ucalacaq. BDM TV-nin Həsrət və Ümid verilişinə xoş gəlmisiniz. Əziz Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bugünkü verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Verilişimizin qonağı Qərbi Azərbaycanın Paşalı rayon Təp kəndinin sakinləri olmuş Cəlilov Mamoş Mehmanoğlu, Cəlilov və Həqiqət Lələş qızı. Axşamınız xeyirli olsun. Mamoş qardaşım, ağsaqqalımız, elimizin obamızın gözəl insanları. Verilişimizə müsahibə vermək üçün evinizi bizə açdınız. Mən sizinlə danışdım. Həqiqətən çox sevindim ki, siz də dediniz, ay Ceyhun, sən də bizim kəndçimiz, elimizin obamızın oğlusan. Belə bir ilahiyyəniz varsa, mən də ailəmlə, uşaqlarımla bu verilişə qonaq olaram. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz, nə var, nə yox? Çox sağ ol. İlk növbədə Ceyhun müəllim, xoş gəlmişsiniz. Mənim qapım bütün evimə gələn qonaqların üzünə açıqdır. Çox təşəkkür edirəm. Allah sizdən razı olsun. Bir daha xoş gəlmişsiniz. Buyurun. Həqiq bacımızın da bir sözlərini alaq. Çox xoş gəlmişsiniz. İşiniz yeni uğurlarla başa çatsın. Amin. Ürəyinizdə nə qədər arzu var, yolunuz xeyirli, uğurlu olsun, arzularınıza çatasın. Çox sağ olun, Allah razı olsun. Deməli, biz verilişimizdə ənənə olaraq bilirsiniz ki, ellərimizin öncəliklə Qərbi Azərbaycan Paşalı rayonundan bağlı fikirlərini bilmək istəyirik. Yəni, o kənddə öz ailəsi haqqında məlumat verir. Yəni, biz bunu göstəriş üçün eləmirik. Bütün dünya mətbuatda bunu, Azərbaycanda da, xüsusən erməni mətbuatı hər zaman iddia edir ki, o torpaqlar bizimdir. Amma biz sizin kimi orada yaşamış insanlarımızın
dilindən eşidirik və deyirsiniz ki, atam, anam, filankəs o da doğulubdu, o da yaşayıbdı. Elə buradan yola çıxaraq zəhmət olmasa, atanız, ananız haqqında, qardaş bacınız haqqında, sonra da həqiqət bacı inşallah məlumat verər. Buyurun, zəhmət olmasa. Bir daha təqdim edeyim özümü. Mən Cəllov Mamoş Mehmanoğlu. Atamgil 4 qardaş olubdular. Gindibas kəndində, Əzbəyov rayonunun, Paşalı rayonunun Gindibas kəndində anadan olubdu. Atamgil 4 qardaş olubdu. 1948-ci illərdə deportasiya dövrü Atamgili Stalinin dövründə ermənilər yenə çıxardıbdı. Gəliblər Bərdər rayonunun Qaradəmirçi kəndinə. Orada cavan vaxtıymış, hərbi xidmətə getməyibdi. Oradan qayıdıb gələndən sonra bir də Abratlı Dərə-Ələzə qayıdıb gəlibdi orada. Hərbi xidmətə gedib, ondan sonra gəlib ailə qurubdu. Atamın 2 oğlu var, biz 4 övladıq, 2 qardaş, 2 bacıyıq. 4-ümüz də bu kənddə məskunlaşmışıq. Balaca bacıma da Şuşa şəhərində ev veriblər. Bir ildir ki, mənim bacımın biri də Şuşa rayon şəhərində yaşayır. Özüm də Dərə-Ələz mağarının Terp kəndində anadan olmuşam. Hərbi xidmətə gedib gəlmişəm. Orta məktəbi 76-77-ci illərdə qurtarmışam. İşlərimi İrəvan şəhərində Dəmirçi adına Kənd Təsərrüfat Texnikumunun Mexanizasiya fakültəsinə vermişəm. Orada təhsilimi davam elətdirmişəm. Hərbi xidmətə çağırıblar. 78-ci ildə məktəbimi yarımçı qoyub, hərbi xidmətimi gedib SSR-nin Belarusiya şəhərinin, Belarusiya Respublikasının Minsk şəhərində qulluq eləmişəm. Oradan gəlmişəm, 1980-ci ildə ailə qurmuşam. Xoşbəxtəm. 3 övladım var. 2 oğlandı, 1 qızdı. Ay maşallah, Allah sağ olsun. Oğlumun biri ali təhsillidir, Elcandır. Asaf Zeynal adına Bakı kollecini bitiribdi. Xalq Sağlığı Alətlər Ansamblının. İndi özü də sənətkardır, sintezator ifaçısıdır. Oğlumun biri də operatordur, həm də axrana, şirkətdə axrana işləyir. Qızım da ki genə, amma o oxumayıbdı, ailə qurubdu, öz Dərə-Ələzli elimin oğluna vermişəm. 3 övladı onun var. Hər oğlumun da 2 övladı var. 7 nəvəm var. Allah olmayanlara da qismət eləsin. Amin inşallah. Gəlinimin biri Bakılıdır, biri də işğal altında olmuş, indi hal-hazırda azad olmuşdur. Kəlbəcər şəhər rayonundandır. Allah gəlinlərimin üzünü ağ eləsin. Çox gözəl baladılar. Allah atalarına, analarına uzun ömür versin ki, böyle övlad bəs böyüdüb bizim evə veriblər mənim gəlinlərim. Çox gözəl, təbrik edirəm, maşallah, xoşbəxt eləsin. Çox sağ olun. Həqiqət buyur. Siz nə deyirsiniz? Biz özünüz haqqında? Mən də Paşalı rayonunun Terp kəndində anadan olmuşam. 1960-cı ildə anadan olduğum Terp kəndi. Çox gözəl elimiz, obamız, yurdumuz, yuvamız var idi. Gözəl meşəli yerdə, 2 dağın arasında yerləşirik kəndimiz. Gözəl bağlı, bağatlı bir kəndimiz var idi. Gözəl ağsaqqallarımız var idi, gözəl adət-ənənələrimiz var idi. O kənddə 3 dənə qəhrəman ana var. Onun biri mənim anamdır. Biri Validə xanımdır, biri də Bəsti xanımdır. Üçünə də o vaxtı Sovet dövründə Brejnev qızıl medal veribdi. Heyli analarımız olubdu, qəhrəman analarımız. Gözəl yerimiz, yurdumuz, qəşəng sərin bulaqlarımız, alay yaylaqlarımız olub. Oranın bütün havası, bitkisi, otu, hər şeyi təmiz dərman idi. Orada yaz ağzında gedirdik qızlarla topa yığışır. Qar çiçək, xıncılovuz, qar əriyən vaxtı, may ayında qar əriyən vaxtı, qarın qabağı ilə cacıq yığıb gətirirdik. Hər şey, piltanı var, baldırğanı var orada, şoşan, hər şeyi dərman idi oranı. Gözəl bulaqları var idi, sərin bulaqları.
Üzr istəyirəm. Həqiqətən maraqlı bir giriş elədiniz. Amma inşallah bu mövzuya toxunacağıq. İcazənizlə sualımı, ikinci suala keçim. Demək olar ki, suallar bir-birinə yaxındır. Mamuş qardaşım, bizim belə deyək də, bütün müsahibələrimizdə elimizin, obamızın sakinləri həqiqətən belə deyək də, o kəndimizdən danışarkən hər fərqli yönlərlə məsələni ələ alır. Yəni, mən sizə belə bir sual versəm, məsəl üçün, terp sizin üçün nə ifadə edir? Terpin yaxınlığında olan kəndlər, terpdəki o deyək ki, o dağlardan o yığılan o deyək ki, meyvə tərəvəzi olsun, kənddəki indi adətəndən də izah edəcəm. Amma terp sizin üçün nə ifadə edir? Nəyə gəl sizin üçün o qədər ağırlı, acılıdır? Bilirsən, mənə nə ifadə edir? Bəlkə də mən bu dediyim sözü çox adam biraz qəribliyə yol olacaqdı. Mən 88-ci ildə gəlmişəm, ana vətənimiz öz Azərbaycan torpağında yaşayıram. Terp mənim üçün ağzımın dadıdır, ləzzətidir, gözümün işığıdır, nurudur, ürəyimdir, qəlbimdir. Terpdə mən 31 il yaşamışam. Gözəl ağsaqqallarımız olubdur, el ağsaqqallarımız olubdur. El ağsaqqallarımız olub ki, qan barışdırıbdır. Adam ölübdür, dövlət, polis bilməyibdir. El ağsaqqallarımız gedibdir, həmin qanı sülhlə barışdırıblar. Ki, rəhmətli Qaqa Hüseyn deyirdilər, rəhmətli Seyid Qası Baba deyirdilər, rəhmətli Salman əmi deyirdilər. Çox samballı ağsaqqallarımız olub, çox. Gözəl abidçəklərimiz olubdur. Gözəl cavanlarımız olubdur. Bizim kəndimizdə cavanlar olubdur ki, el ağsaqqalı kimi dağdan ağır cavanlarımız olubdur. Ağsaqqal tayı olana, rəhmətli Mütəllim müəllim, məclislərimizin yaraşığı, rəhmətli Vaqif, məclislərimizin yaraşığı, rəhmətli Salih, məclislərimizin yaraşığı. Hər bir məclisimizdə ağsaqqallarımız dururdu. Toy olardı, nişan olardı, hərbiyə gedənimiz olardı. Durub sağlıq deyirdilər. İlk növbədə Heydər Əliyevin sağlığına içirdilər. Ondan sonra məclis sahibinin. Həmin o badəni belə bir adət var idi bizdə. Deyirdilər ki, Salih, mənim bu istikanım yarım çıxdı. Bir yaxşı muğamat oxu, bu istikanımı doldur, mən bunu içim. Vaqif şeir deyirdi, rəhmətli Mütəllim müəllim sağlıq deyirdi, Salih muğamat oxuyurdu. Onlar bu dəqiqə mən hər gecə yatanda mənim fikrimdə, xəyalımda gedir. Gözəl igid cavanlarımız olubdur. Bizim kəndimizdə, bizim dərədə, Terp kəndində, Axtada, Gömurda, Leyliqaçanda, Köşbəkdə 3 dənə Əzreyil kimi oğlan olubdur. Mən onların adını çəkim, çox adam bəlkə də bilmir, məndən cavanlar. Şxaliyev Garay olubdur. Babayev Surxay olubdur. Bir də Axtadan Məmməd kişi olubdur. And ol Allaha Ceyhun müəllim, bir dənə erməni qabağında danışa bilmirdi. Niyə? Çox igid adam idilər. Şxaliyev Garay rayonun birinci katibini döyübdü. Rəisi döyübdü. Məhəmməd həmçinin. Orada onların vəzifədə olmasına asılı olmayaraq. Bəli, Şxaliyev Garay Trestin rəisi olubdu. Rəhmətli Surxay kişi çox dəli dolu olan olubdu. Təsbkeş, elinin, obasının qeyrətini çəkən olubdu. Məhəmməd də həmçinin. O cümlədən cavanlarımız olubdu. Bizim kənddə 107 ailə var idi. 560 insan yaşayırdı, kişilik qadınla. Mən dəqiq bilirəm. Köşbək bizim kənddən böyükdür. Həm əhalinin sayına görə, həm də təsərrüfat sayına görə. Bizdən böyükdür. Gözəl bizim ali təhsillərimiz olubdur. Mən adlarını da çəkəcəm, hamısının bir-bir. Zəhmət olmasa. Ağa Mirzəyev Mütəllim, Ağa Mirzəyev İdris, Ağa Mirzəyev Budaq, Bayramov Süfan, Rüstəmov Mədət, Qurbanov Vahid, Bayramov Sübhan, Bayramov Elman, Allah Elmana rəhmət eləsin. Amin. Yəni, biraz həyəcanlıyam, hamısını ifadə eləyə bilmirəm. Çox savadlılarımız olub. Ağayev İsmail,
Özdə məsələn, bunlar mən sadalağım adamlar, APİ-ni yox, Politexniki, Xalq Təsərrüfatı İnstitutun, Universiteti Paşayev Hümbət, Universitetin Riyaziyyat Fakültəsini qutarıbdı. İdris müəllim özü Allah rəhmət eləsin, Cəlilabadda mühüm vəzifədə işləyib. Paşayev Hümbət Cəlilabadda orta məktəbin direktoru olubdu. Hal-hazırda Bərdə rayon icra başçısı Vidadi İsayev. Bax, bizim kəndçidir, biraz da simsar çatır bizə. Təsbkeş, qohumcanlı bir adamdır. Ağayev İsmail Daxili İşlər Nazirliyində mühüm vəzifədə işləyib. Talibov Söhbət, Talibov Adil. Bunlar hamısı elimizə, obamıza, hamımızın fəxridir. Bizim kəndimizin savadlı kadrları. Hal-hazırda bu kənddə yaşayırıq, maşallah. Allah gözü dolusu versin kəndimizə. Yaxşı savadlı uşaqlarımız var, balalarımız var, nəvələrimiz var. Hamısı təhsilin alıbdı Azərbaycanda, gen torpaqda. Mühüm vəzifələrdə işləyirlər. Bir də Ceyhun müəllim, mən bu mətbuatla bağlı da fikirlərimi bildirmək istəyirəm. Bəli. Qərbi Azərbaycanda biz yaşayanda, o vaxtı mən Yerevanı yaxşı tanıyıram, Yerevanda oxumuşam. Nərmanov rayonu deyirdilər ki, Yönə stadionun yanı. Orada APİ İnstitutu var idi, 2 fakültəsi var idi. Dil Ədəbiyyat, bir də Tarix fakültəsi. Bax, rəhmətli Mütəllim müəllim oranı qutarmışdı. Orada bizim ali savadlılarımızın heç birinə bir vəzifə vermirdilər. Ən yaxşı verdikləri vəzifə ferma müdürü olubdu. Hamısı baş götürüb qaçırdı didə. Gün düşüb gəlirdi Azərbaycana. Azərbaycanda yaşayırdı. İndi o kənddə gəlmişik Azərbaycana 88-ci ildən bəri. Sadalasaq 100-150-yə yaxın bizim ali təhsil cavan kadrlarımız var. Bakı şəhərində, rayonlarda, müxtəlif vəzifələrdə işləyirdi. Amma orada erməni bizə imkan vermir. Bir dənə Sovet Ermənistanı qəzeti çıxırdı. Müxbiri də yox idi Azərbaycanda. Bir dənə televiziyanı, biz Azərbaycan dilində televiziyanı baxa bilmirdik. Dəfələrlə o vaxt Sovet hökumətinin dövründə Mərkəzi Komitəyə kənddən ərzə yazdılar. Bir dənə mahnı verirdilər, yeni il qabağı, onu da kəsirdilər. Olmuş qardaşım, bax, məsələn, mən üçün danışdığınız maraqlı bir şey çıxdı ortaya. Bax, məsələn, bunu dönə-dönə biz bunu vurğuluyuq ki, məsələn, həqiqətən ermənilər orada çoxluq təşkil edirdi, imkan vermirdilər. Bax, Terpin ağsaqqalları, o yetişdirdiyi o uşaqlara nələri tövsiyə edirdi ki, kənddə oxumağa bu qədər maraq var idi? Məqsəd oradan çıxıb Azərbaycana gəlməkmi, yoxsa oxuyub, ziyalı olub kəndinin dayağında durmaqmı? Siz necə fikirləşirsiniz? Bilirsən nə təridir? O vaxtı ümumiyyətcə belə götürəndə, Azərbaycanda tarixin vərəqləyəndə Qərbi Azərbaycandan çox savadlı adamlar var idi. Hələ mən Ermənistanda olanda Cəlilabad rayonunun 1-ci katibi rəhmətli Qurbanov idi, Terpli idi. Yunus Rızayev var idi. Qəşəm Aslanov var idi. Göyçə mahalından idilər. Çox vəzifədə adamlar var idi. O dərədə bizim ayrı bir yerimiz yox idi. Ancaq kənd təsərrüfatı ilə məşğul olurduq. Bir də oxuyurduq. Orada hər evdə hamısı savadlı idi. Bir-birinin prinsipinə düşürdülər ki, məsələn, filankəsin oğlu oxuyubdu, gərək sən də oxuyasan. Biz kəndə çıxa bilmirdik. Kəndə bir müəllim görəndə qorxurduq, qaçırdıq. Müəllimlərdən öz abrımızı, həyamızı qoruyurduq. Müəllim bizi görüb göz ağrıtması verəndə bilirdik ki, sabah bizdən dərs soruşacaq. Gəlirdik, o dərsi tez oxuyub öyrənirdik, gedib deyirdik. Mən deyərəm ki, indi baxan olacaq da bu müsahibəyə. Bəlkə də kənddə məndən zəif oxuyan olmayıbdır. Amma mənim məsələn, dünya görüşümlə, bax, belə görəndə ki, gəlmişəm bu torpağa, Azərbaycanda mən bu dəqiqə rayonların çoxunda olmayan savad məndə var. Prosto imkan vermirdilər. Məndən savadlı olanlar var idi bizim kənddə. İmkan vermirdilər işləməyə. Nə olsun, gedib institut tutarıb gəlirdi, otururdu evdə, gedirdi bizdən kərənti çəkirdi, qotma yığırdı, ot biçirdi, mal-heyvan saxlayırdıq. İmkan vermirdilər. Amma bütün bunlara baxmayaraq, məsələn, deyək ki, ağsaqqallar, biraz əvvəl dediyiniz o gənclər, o gənc olub amma ağsaqqal kimi məsəfəyən insanlarımız demək ki, o övladlarını vətən sevgisinə, torpağa bağlılıqla yetişdirdirlər ki, oxumaq lazımdır, bu torpağın tarixini bilmək lazımdır. Ceyhun müəllim, bizim kənddə ağsaqqallar var idi.
Bax, cənnət yaxşı bilər, məndən böyükdür. Azərbaycanda, Yevlax şəhərində bizim qohumumuz var idi. O, Bakıda universiteti qurtarmışdı. Ədəbiyyat, Dil Ədəbiyyat Universitetində dövlət imtahanına buraxmışdılar. Onun mövzusu olmuşdu ki, atalar sözlərindən, köhnə rəvayətlərdən yaz gətir, baxaq. Həlimə xanım, Yevlaxdadır, bu dəqiqədə durur. And ola Allaha, o Həlimə xanıma nişana vermişdilər, rəhmətli Salman kişi vardı. Mənim atamın dayısıdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Gəlib ondan bir diplom müdafiəsi mi deyim, yazısı mı deyim, informasiyanı alıb aparmışdı, universitetlər göstərmişdi, ona əla qiymət vermişdilər. Maraqlanmışdılar ki, bunu sana kim veribdi? Ünvanı demişdilər. Hələ mən eşdiyimə görə, mənim yaşımdan əvvəlki dövrlərdə bu kişinin dalınca gəliblər, bunu dəvət ediblər Azərbaycanda ki, gəl sən Azərbaycanda bir institutda dərsdir, sənin bu təcrübənlə biz istifadə eləyək. Gəlməmişdir. Yəni bizim o dərədə var idi, savad var idi, oxuyan çox idi. Amma iş vermirdilər. İndi maraqlı bir yerə gəldik, çıxdıq. İndi istəyirəm ki, həqiqət bir də bu məsələyə münasibət bildirsin. Biraz əvvəl danışdı, bağışlasın sözün yanlış kəsdim. Məsələn, bunun deyək ki, kənddəki o biraz danışdığınız o cəmaatın dağlardan, yığdığı ələyəzdən, əvvəlikdən, o insanların dolanışığı, bir balaca bundan danışsanız yaxşı olar. Bizim o kənddə hamıda təsərrüfatla məşğul idi. Kənddə o qədər insanlar, o cavanlı, qocalı, hamısı da zəhmətkeş idi. Bəli. Aboş demişkən, çoxlu ziyalı uşaqlarımız, cavanlarımız yetişmişdi. Çox zəhmətkeş insanlarımız var idi, özləri əkirdi, becərirdi. Bir dənə mağazindən nə yağ alınmırdı, nə heç nə. Hər şeyi öz təsərrüfatımızdan həll edirdik. Hər kəsin qapısında neçə dənə arısı olurdu, nə qədər malları olurdu, hamısını özümüz becərirdik. Sarı yağı, kərə yağı ayrı, nədir, payız vaxtı gələndə az təsərrüfatlı insanlar, elə bil ki, 2 dənə, 3 dənə öyət kəsirdi, qovurma üçün, payızlıq, qışlıq üçün. Çox ailələr bir göngə kəsirdi. Qovurma eləyib, yığırdılar qazanlara qış yaza kimi. Betonlarla bal süzülürdü bizim o kənddə. Bizim cəmiyyət ona görə sağlam idi. Qız, gəlin, hamısı, bütün hamısı gedirdi meşədə, güldən, çiçəkdən, qan təpəri, ələyəzi, əvəlyi, kəhli yotusu, hər şeydən, yarpızından belə baxırdın ki, bütün bitkilərdən var da, hamısı dərman idi o bitkilərin hamısında, yığıb istifadə eləyirdik. Qışda hamısında onu istifadə eləyirdik. Gözəl adət ənənələrimiz var idi. İndi mən ora gəldim, elə demək olar ki, o dövrdə gənc yaşlarımız idi. Bəli. Məsələn, orada qadınlar, bizim terpin qadınları, anaları, bacıları, bu nişan mərasimindən başlasaq, toy mərasimi, bir-birinə yardımlaşma, insanların şad gündə, Allah hər zaman şad gün qismət eləsin. Dərs mərasimlərində o yardımlaşma, bir-birinə dayaq durmadan biraz danışsan yaxşı olar. Yəni, çünki qızların gözündə o həyat başqa bir həyat idi. Gözəl nişan, bizim həmin o kənddə gözəl nişan, təmli tərəxli nişanlar olurdu. Qıza qəşəng parça, qızıl, paltar gəlirdi, dəbdəbə ilə nişan qoyulurdu. Toy olan günü 3 gün, 3 gecə toy vurulurdu. Bəy tərifi olurdu qəşəng. Qız gəlin bir mağarda otururdu çörəyə. Kişilər bir mağarda. Yemək qutarandan sonra yığışırdılar hamısı toyxana mağarında. Saat 2-yə kimi, 3-ə kimi yeyib içirdilər, oynayırdılar. Çox gözəl adət-ənənələrimiz var idi. Gözəl yerlərimiz qaldı. Səfalı yerlərimiz. Deyirəm, ay Allah, nə olar, elə bircə dəfə gedəm, kəndin içində gəzəm öz evimizə,
bütün hər evlərə baxam görən kimlər yaşayır o gözəl kəndimizdə. Qəşəng kəndimiz meşəli, o qədər bağ salmışdıq, bütün meyvələrdən var idi. Hər kəsin qapısında. Kəndin içindən 2 yol gedirdi. Biri tras yoluydu. Nədir? Yerevan Görüsyan yoluydu. Kəndimizin içindən gedirdi. O kəndlərin içində ən belə səliqəli, səhmanlı, məktəbi 11 illik olan bizim kənd olub. Adla deyilib bizim kənd. Önemli. Cühüm müəllim, mən Həqiqət xanımın sözünə bir şey əlavə eləmək istəyirəm ki, bayaq da söhbətin əvvəlində mən vuruladım ki, bizim kənd balaca kənd olubdur. Amma bizim kəndin adət ənənəsi bu dəqiqə biz gəlmişik bura, baxın Bakı şəhərin Sabunçu rayonun Pirşah qəsəbəsində yaşayırıq. Bizim kəndimizin xeyir şərini kim ki qıraqdan qonaqlarımız, əzizlərimiz gəlir, İraq qulağı işlənlərdən, cəmaatımızdan, yasımızdan nümunə götürürlər, bir də toylarımızdan. Bizim toylarımızda, rəqslərimizdə yaxşıdır, yalılarımız da yaxşıdır. Şəhər məclislərində bizim cəmaata, yas yəyəsinə elədiyimiz o qulluğu, əziyyəti heç bir yerdə yoxdur. Heç bir yerdə yoxdur. Siz mənə sual verə bilərsiniz ki, məsələn, indi gəlmişsiniz, burada yaşayırsınız. Burada vəziyyət necədir? Mən deyərəm ki, elə ənənəmizin düzdür, o vaxtki dövr ola bilməz, olmayacaqdır. Biz onu görməyəcəyik, cavanlarımız da görməyəcək. Amma amin dövrü Allah kəndimizin cavanlarına can sağlığı versin, həmişə toy qismət eləsin. Bizim kəndimizdə, yenə deyirəm, kəndimizdən, elimizdən uzaq olsun. Yas mərasimi düşəndə ölü sahabını bilmir ki, yası necə getdi. Toy bayramla eləyirlər. Gedib qəbrin qazırlar. Kömək eləyirlər. İndi kəndimizdə bu son vaxtlar Allah kim ki o işdə var, canlarını sağ eləsin. Büdcə yaradıblar. Kənd cəmaatı hər ay o büdcəyə, o karta pul atır. Kimin əli dara düşür, İstər toy eləsin, istəyir oğlu hərbi xidmətə getsin, istəyir qızının toyu olsun, nişanı olsun. Həmin o kartdan, vəsaitdən pulun götürür, istifadə edir, sonra gətirir, qoyur yerinə. Xəstəmiz olur. Kənddə xəstəsi də olan olur, balinsiyə düşəni də olur, qəzası da olur. Kənd cəmaatı yığışırlar, ağsaqqalları, hamısı da maşallah, cavan uşaqlardır, amma ağsaqqal kimi adamlardır. Ona yardım eləyirlər. Təmənnasız. Nəyə gücləri satır, yığışırlar 3 nəfər, 5 nəfər, 10 nəfər ki, böyük məsələn filan kəsə yıxılıb qıçı sınıfdır, ya maşının vurub. 200 manat, 300 manat, 500 manat kömək eləmək lazımdır. Eləyirlər də. Tələb də eləmirlər ki, halal xoşum olsun. Bu bizim bir kəndçilik borcumuzdur. Bu kəndə gəlmişik. Allah cavanlarımıza dəyməsin. Hərbi xidmətdə olanlarımız da var. Cem müəllim, mən bir şey də əlavə eləyim ki, istər Azərbaycan olsun, istəyir Qərbi Azərbaycan olsun, istəyir İrəvan mahalı olsun. Bizim əvvəldən də dedim, bizim kənd 107 təsərrüfatı olubdur, 500 neçə nəfər əhəli yaşayır, kişilik qadın. Azərbaycanda İrəvan mahalında. Bizim kənd qədər əhəli sayına görə. Şəhid verən kənd yoxdur. Kənd şəhid verən xalq yoxdur. Xocalıda döyüşdə şəhidlərimiz olubdur. Bizim Xocalıda nə qədər şəhidlərimiz olub. Allah hamısına da rəhmət eləsin. Ruhları qarşısında baş əyirəm. Suala gələcəm, amma bu TEP-lə bağlı TEP kəndində mənim üçün həqiqi maraqlıdır. TEP kəndində hamının bir-birinə dayaq olduğu o anlar var. O anları necə xatırlayırsınız? Kənd cəmaatında bu dayanışma, bir-birinə yardım etmə, o ağsaqqal ağbirçək məsələsi. Yəni bunları necə xatırlayırsınız? O xatirələrdən varsa bizimlə paylaşın. Vallahi var, xatirələr var. Elə o, bax, burada indi danışdığım söhbəti mən orada görmüşəm. Məsələn, kəndimizdə məndən cavanları da var. Habildir, Mikaildir, Natiqdir, Vüqardır, Adildir. İndi bəzilərinin adını çəkə bilmirəm, Nəsimidir, mənəm, mənim övladlarım da, adların çəkdiyi adamların övladları var. And ol Allaha, məsələn, kənddə o dediyim adamlar
cəmaatın xeyrinə, şərinə yarayır. O ki, qaldı terpidək. Terpdə məsələn, yas yeri olanda oradakı kimidir. Qəbri ilə, bunun o bir işləri ilə heç bir yas yerinin işçisinin, yas yiyəsinin xəbəri olmurdu. Hamısını cəmaat eləyirdi. Özdə biz orada, indi burada adətdir, 40-a qədər qəbir götürürük. Orada məsələn, ilə qədər götürürdülər ki, ilə qədər qəbir götürülməli idi. Deyirdilər ki, məsələn, Aboşun atası rəhmətə getir, Aboş qəbirstanlıqda atasının qəbrini götürür. Qazan yeməklər bişirib aparırdılar. Gedirdilər bir-birlərinin təndirxanasında, kimin təndiri yanırsa, xamir eləyib aparıb qonşu təndirdə çörək pişirirdilər. Qız gəlin yığışırdı, o təndirxanada bir-birinə 4 dənə kadın yayırdı, biri də bişirirdi. Parça bişdi olurdu kəndimizdə, nişanda. Allah Zülfiyə xalaya rəhmət eləsin. Tağı əminin anası. Tağının Aydının anası. El sənətkarı idi. Parça bişdi eləyirdi. Gəlinlərə, qızlara yaxşı don tikirdi. Ondan sonra toy babası var idi. Rəhmətli Vaqif idi, Salih idi. Mənim rəhmətli Yavşan əmmi idi. Elektrik Həsən kişi idi. Mənim daim Həsən idi. Bunlar toy babasılıq eləyirdilər. Yeyirdilər, içilirdilər. 3 gün 3 gecə bizə toy çalınırdı. Bax, mənlə həqiqətdə 3 gün 3 gecə toy çalınırdı. Mənim bəy tərifimi atamın əmisi oğlu Salih oxuyubdu. Allah rəhmət eləsin. Mənim bəy tərifimi o eləyibdi. Bugünkü günə də çox şükür düşərli olubdu. Maşallah, ailəm, övladlarım, nəvələr. Allah hamına da qismət eləsin. Avaş qardaşım, çox maraqlı bir şey yadıma düşdü. Bax, müsahibədən əvvəl də görüş danışanda, deyirlər, orada ot biçimlə barədə gedirdik. Orada bir gənc ikən orada bir xatirə xatırlayırsınız. Məsələn, gedirsiniz, cavanlar yeyib içməyə getmişsiniz. Orada deyək ki, və yaxud da ki, yəni erməni rastlaşmışsınız, onu demirəm. Amma öz aranızda bu gənclərin belə deyək də motivasiyası, belə də həvəsi, ot biçiminə, yeməyə, içməyə, belə biraz bu gənclərdən danışsan. 1 maydan 9-u qələbə günündən danış. Valla, Ceyhun müəllim, o ot biçinin hər günü böyük bir nağılıdır, böyük bir dastan idi. O qədər bizim ürəyimizdə var ki, o qədər bizim ürəyimiz doludur. Da adam danışır, yadına düşür, kövrəlidir. O Hacı Fərhad deyilən bir yeri var, ərazi var. Orada ot biçirik. Köşbək cəmaatı ayrı biçir, terp cəmaatı ayrı biçir. Qız gəlində arxamızca lay deyirik, da qotuma yığırdılar. Dedi ki, bir dürə döymə oynayacaq. Dürə döymə o demək ki, qayışa girmə. Cızı çəkirdik, 8 nəfər, 4-4 bölüşürdük, 4 onlar olurdu, 5 onlar, 5 də biz. Dürə döymə oynayırdıq. Bu köşbək cəmaatı ilə biz başladıq dürə döymə oynamağa. Mən də o oyundaydım. Orada dürə döymə oynadıq. Qayışları çıxardırıq, koja qayışlar, bunları qatmışıq cızığın arasına vururuq. Axırda o qədər şeylədir ki, rəhmətli Vaqifdə bir qadırdı. Gəldi dedi, cəmaatı qırıb batırdınız, bırax. Çaqqal sürütməsi oynayırdıq. Onların hamısı maraqlı idi. Məsələn, kərənti döyürdülər, yıxılıb yatırdıq, uzanırdıq da istirahət eləyirdik. Kərəntiləri aparırdıq, dəyişik qoyurduq da, məsələn, mənim kərəntimi götürürdülər, yerin ayrı kərənti. Mən də dururdum, öz kərəntimi bilirdim, kərəntimi döyürdüm. Məsələn, bir gün deyim gülün, elə qoy cəmaat da baxsın, gülsün. Cəmil kişi ilə Nəmənd kişi kərəntilərin yuyublar, qoyurlar günəki gün qurusun günəş, kərənti rahat döyülsün. Bu ağa götürür kərəntini döyəndə, Cəmil öz kərəntisini qoyur ağanın kərəntisini yerinə. Belə döyəndə rəhmətli ağa kişi. Cəmil deyir ki, görür ki, da qutara, gəlib uç səsinə. Deyir ki, ağa başına dönüm, da yaxşı, bəsdir, ver mənə. Deyir ki, niyə, mənim kərəntim? Deyir, yox, səninki o da oradadır, bu mənim kərəntimdir, döyürsən. Çəkişi allarına vurur ki, ağzını əzə. Qoymur, deyir də əziyyətlə döymüsən, ağa, sən cəmin ağzını əzmə. Yəni, belə məzəli əhvalatlarımız çox olubdur. Kənd məktəbi necə idi? Müəllimlər necə xidmət olunurdu? Valla, biz müəllimi görəndə deyirdik, görək müəllim çörək yeyir. Bağda yaxşı əriyimiz olurdu, yaxşı almamız olurdu. Gətirirdik, verirdik müəllimə ki, mən yaxşı oxuya bilmirdim.
Gedim müəllimə kəkotu yığıb gətirib verirdim ki, müəllim bəlkə mənə 5 yazar. Bax belə. Siz də həqiqətən bu məktəbinizi xatırlayırsınız. Məktəbimiz də gözəl məktəb idi. 9-cu sinifdə var idi. 11-ə kimi 11-ci 10 sinifə. idi, 10. O vaxt 10 Hə, idi. 10-cu sinifə kimi gözəl müəllimlərimiz var idi. Abdülkərim müəllim, Kirman müəllim, Tofiq müəllim, Paşa Hülya müəllim. müəllim, Paşa müəllim, yaxşı, Bəxtiyarov. ali, savadlı müəllimlər idi. Müəllimi görəndə biz qorxudan deyirdik, görən bunlar çörək yeyir, su içir. O vaxtı Ceyhun müəllim, istəyir müəllim, istəyir böyüyə çox hörmət var idi. Hı. Böyüyə o tərəfdən gələndə uşaq ondan kiçiyi dik dururdu ayağa. Şəxsən bizim ailədə 10 uşaq olmuşuq. Bir bacım, bir qardaşım rəhmətə gedib, cəmi ölənlərimizə rəhmət. 8-i də hal-hazırda yaşayır. Atamı gözləyirdik. Atam işdən gələnə kimi o 10 uşaq saat 12-də olsun, 1-də olsun atamıza qarşı olan hörmətə görə atamızı gözləyirdik. Atamız gələndə onda biz otururduq çörəyə. O qədər böyüyə hörmət var idi. Bir də Ceyhun müəllim, bir dənə söz deyim. Bizim rayon erməni olsaydı da bütün kəndimizdə çox ziyalı uşaqlar böyümüşdü. Erməni idi. Bütün rayon erməni idi. Ancaq o dərədə olan kənd cəmiyyəti bir dənə nə erməniyə qız verməmişdi, nə qızın almamışdıq. Bir dənə ermənidən düzdür, aramız yaxşı idi. Gedirdik rayonlarda, xəstəxanaya gedirdilər. Bir-birinin məsələn gedib gəlləri var idi. Ancaq erməniyə nə qız verməmişik, nə qız almamışıq. Axtaydı, Gömür idi, nədir, daha hansı kənd idi? Kötanlı idi, Qarmareşin idi, Leylə Qaçan, Köçbək. Bax, bu bir belə kəndin içində bir dənə erməniyə qız verib qız aldı yox idi. Çünki öz cəmiyyətimiz bir-birinə qarşı hörmətli idi, izzətli idi. Ağsaqqallarımız düzgün yol göstərirdi. Mən də onu deyəcəm, ağsaqqalı məsələsinə gələndə, mənim üçün maraqlıdır, elə ki, bizə də mən o sual vermək istəyirəm. Kəndimizin ağsaqqalları Ağbirçəyi, Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Cəmi ölənlərin hamısına rəhmət. Və sözü yadınızda qalıbdır, kənddən. Elə nənələrimizin hamısında duası yadımızdadır. Haysi nənə bizi görürdü, uşaq vaxtı, o vaxtı konfet yox idi, bolluq yox idi. Nənələrimiz ərik qurusu bizə verirdi, yeyirdik, qənd qırığı verirdi, yeyirdik. Sizə nə dua edirdilər? Həmişə deyirdi ki, Allah arxanızda olsun. Vəssalam. Allah nənələrimizin, babalarımızın hamısına da qəni gəlir rəhmət eləsin. Onların varlığı həqiqdən bir bərəkət idi. Onların o göstərdiyi yol, ona görə də məsələn, bugünə qədər bizim elimizin, babamızın birliyi, bərabərliyi, onların qoyduğu izlə getdiyimizə görə, sən dedin, Pirşağı qəsəbəsində o adət-ənənəni, nəinki burayı, bütün deyək ki, Azərbaycanın fərqli-fərqli bölgələrində bizdə bu adət-ənənləri yaşayır. Bəli, bəli. Yəni, Allah hər zaman şadlıq qismət eləsin. Yas məclisində, toy məclisində o birliyimiz, o bərabərliyimiz hər zaman özünü göstərir. Gəldi mənim üçün maraqlı bir şey. İndi çox təəssüflər olsun. Bunu biz deməyə məcburuq da. Yəni bizim orada ev tikmişdik. Ata-babalarımızın orada izi var. Orada bizim torpaqlarımızdır. Biz orada ev tikməmişdik ki, oradan çıxaq gələk. Yəni bu hadisəni belə deyək də, o deportasiya bizi orada çıxartma, öz elimizdən, obamızdan bizi çıxartma məsələsi. O hadisəni necə xatırlayırsınız? O hadisə necə baş verdi? Bilirik, sizin gözünüzdə, yəni siz necə xatırlayırsınız? Vallahi Ceyhun müəllim, biz onu görməmişik. Mənim atamın o vaxtı 15-16 yaşı olubdu. Yox, 88-dən danışıram. Hə. Sizin dövrünüzdə, bəli. Vallahi o vaxtı mən kənddə işləyirdim. Yanacaq doldurma məntəqəsində işləyirdim. Televizorlar, radiolar bar-bar bağırdı ki, bax belə bir vəziyyətdir. Sonra yol idarəsində işlədim. Ondan sonra başladı köçə-köç. Biz iyun ayının 3-5-imizi yığıb kənddən çıxmışıq, gəlmişik Şuşa şəhərinə.
Köçə-köç başladı, rayonun birinci katibi vardı. Lap birinci Moskvadan, mərkəzi komitədən nümayəndə göndərmişdilər. Niyə? Nə deyirlər? Bu münasibət, bu şeylə ki, yəni bunun qarşısı alınacaq, çıxman. Biraz siyasət apardılar ki, yəni bəlkə qabağını ala bilər də Sovet hökuməti ki, cəmaət dağılmasın. Qaşaqa hələ o vaxtı çıxmırdı. Hələ o vaxt çıxmamışdı. Sumqayıt hadisəsi təzə olmuşdu. Gəldilər, diyaloq apardılar ağsaqqallarla, cəmaatla. Mən də orada oldum idarədə. Sonra gördük ki, yox, vəziyyət getdikcə pisləşir. Eşitdik ki, erməni qalxıb Xan kəndində mitingdir. O Sumqayıt hadisələri ki, elə oldu. Sən demə, o Sumqayıt hadisələrində elə ermənilər özləri törəmişdi, yıxmışdılar bizim millətin boynuna. Ondan sonra rayonun birinci katibi vardı, Vartanyan. Özü gəldi, bizdə Qoşbulaq deyirdilər. Orada Oğaz Bilisini saxladı, cəmaat yığışdı başına ki, yoldaş Vartanyan, buna haqq hesabdır, polisləri töyüb bizə şey eləmir. Gecə cəmaat qaral çəkirdi yollarda. O vaxtda silahımız yox, hərənin bir təhliləsi vardı. Kənddə bir 15-20 təhlilə qoşarlı olardı, olmaz. Onunla kəndimizi, qız gəlini müdafiə edirdilər. Ki, yəni ölüm itim olmaz. Axırda da Vartanyan gəldi kəndə, dedi ki, ay Terpin cəmaatı, mən qabağını ala bilmirəm. Tək mənim rayonum deyil ki, bütün Ermənistan qalxıbdır. Sizin buradan köçməyinizə mən çox pisəm. Sizin cəmaat yaxşı cəmaatdır. Amma qabağını ala bilmirəm. Səhər gəlib bu kənddə nə olsa, mən sizə heç bir köməlik eləyə bilməyəcəm. Siz də yavaş-yavaş beşinizi yığın. Cəmaat da başladı, yavaş-yavaş çıxdı. Kimi Şamaxıya, kimi Bakıya, başqa yerlərə cəmaat köçdü, gəldi. Azərbaycanda sağ olsun, qucaq açdı bizə. Bakı şəhəri, Şuşa şəhəri, nə bilim, dolandıq, yaşadıq. Ancaq ermənilərin bir dənəsi bir Azərbaycanlıya bir xətər yetirə, bir ziyanlıq vura, birini öldürə, eləyə. Bizim rayonda kənddə olmadı. Olmadı. Biz vaxtında çıxdıq, gəldik, töküldük Şuşaya, öz də oradan gələndə veşimizdən biraz ingətdik. Qapıları da açıq qoyduq, hər kəs. Hamı qapısını açıq qoydu ki, gedirik müvəqqətidir, qaydacağıq öz kəndimizə. Bunu unutmayın, ikinci də bu sual verim. Kənddən çıxarkən, yəni sözümün əvvəlində dedim də, illərlə o el arasında deyilər ki, kül töhməkdə. Yəni illərlə ev tikmirsən ki, övladların gələcəyi üçün, özünüzün gələcəyi üçün. Sizin üçün dəyərli olan nələr qaldı? Bizim üçün dəyəri olan Allah rəhmət eləsin, babalarımızın, nənələrimizin, ölülərimizin qəbri qaldı. Ev gəlib burada da tikmişik. Kimi tikib, kiminə dövlət veribdi, hərə bir yolla şey olur. Orada bizim qəbristanlığımız qalıbdı. Orada iyi də olanlarımız öldü, qaldı. Qəbirlərin indi nə dərəcədə doğrudur, düzdür deyə bilmərik. Yəqin Azərbaycanda gördüyümüz qəbirləri orada da elə təsəvvür edirik də. Orada babalarımızın qəbirləri qaldı, nənələrimizin, cavanlarımızın qəbri qaldı. Allah hamısına da rəhmət eləsin. Bu cəmaatın danışarkən vurğuladınız, o birlikdə, bərabərlikdə hər zaman eyni yerə vurmaq, o birliyi, bərabərliyi qorumaq. Orada cəmaatın inanc yeri, cəmaatın belə pənah yeri, hər zaman dualar gedib, dua elədiyi, müəyyən müqəddəs bayramlarda, ağsaqqallar danışdınız. Orada belə bir nəyi xatırlayırsınız? Məsələn, ocaq dediniz. Bizim ocağımız var idi. Allah Seyidqası Babaya rəhmət eləsin. Qara Seyidin qəbri o ocaqdaydı. Bizim nəzirimiz, niyazımız həmişə oranı içərdik. Gedib ziyarət eləyərdik. Seyidqası babanın evin, Məsmə nənənin özünün evin. Onlar ikisi ailə idi də. Seyidqası baba vardı, gəldi bizim kənddə rəhmət elədi. Allah hamısına da qəni rəhmət elədi. Yəni bizim nəzirimiz, niyazımız o kişinin ocağı ilə olurdu. Cəmaatın kürəyində olsun, elimizin, obamızın kürəyində olsun o kişinin ocağı. Cəmaat da onu çox sevirdi. Yəni Seyidqası baba nə deyərdi cəmaat, amma cəmaatımız o kişini yaxşı saxlayırdı, halal xoş olsun. Ağsaqqallarımız, ağbıçəklərimiz, sayırdı, umans yerimiz idi. Qoymardıq o kişi əziyyət çəkə. Otun biçib yığırdılar, tayalayırdılar. Çox vaxtı qoyun obatına gedirdilər kişinin əvəzinə. Seyidqasının da yaxşı nəvələri vardı, oğlanları vardı.
yaxşı baxırdılar. Qızları var idi. Baş qardaşım, Həqiqət bacım, sizin bəzən müsahibədən sonra deyirlər ki, onu unutdu, bunu deməyə. Yəni, ardıcıllıq, artıq verilişin sonuna doğru gəlirik. Yadınızda qalan, demək istədiyiniz başqa, məsələn, kəndlə bağlı, xatirələrlə bağlı, ola bilsin ki, unutulursunuz, yəni veriliş artıq 45 dəqiqədə gedir. Xatırladığınız bir şey varsa, ona artıq deyə bilərsiniz. Nəsə belə bir şey xatırlaysam da, unutduğum bir şey, ağlına gələn bir şey. Valla, nə qədər də desən adamın sinəsi doludur. O dərə ilə, o mahalla söz qutarmır. Danışıqda danışacaqsan. 10 dənə də əgər mən yazıcı olsam, diktor olsam, jurnalist olsam, 10 gün danışsam, o dərə ilə mənim heç bir, nəinki mənim yaşda olan, məndən də hələ biraz cavan olan adamların xatirəsi bitmir. Bitməyəcəkdir. Sizə, bax, artıq hamımız mən də tanıyırsınız, mən də o torpaqda böyümüş, biz erkən vaxtda çıxsaq da mənim yaşım az idi. Siz övladlarınıza, maşallah olsun, övladlarınız var, nəvələriniz var və bizim izləyicilərimizə, söhbət kənd cəmaatımızdan gedir. Yəni, o torpaqları unutmamaq üçün, o torpaqların bizim olduğumuzu hər zaman övladlarımıza xatırlatmaq üçün sizcə biz istənilən formada təbliğ eləyirikmi? Mən əvvəlki dövrlərə nisbətən yavaş-yavaş düşmüsünüz cığıra. Belə təbliğ eləsəniz, Allah qoysa gedib oraları bir ziyarət edib gələ bilərik, Allah qoysa. Allah qoysa. Elə bizim bu BDM TV-nin nəzdində Həsəf Övmüd verilişi də inansız, Abaş qardaşım, həqiqətən biz onu fikirləşirik. Yəni, düşünürük ki, Qərbi Azərbaycanın ilk öncə Paşalıdan, Terk, Köçbək, Leyli Qaçan və ondan sonra daha digər bölgələrimizlə cəmaatımızla belə danışaq, mavi ekrana çıxsınlar. Yəni, hər kəsin dediyi söz bizim üçün dəyərlidir. Çünki yazılır, qalacaq yaddaşlarda və o mənfur ermənilər bilməlidir ki, çünki bu dəqiqə dünya YouTube üzərindən hər şeyi izləyir. Onlar bilməlidirlər ki, bəli, o torpaqların sakini elə bu danışan insanlardır. Onların xatirəsi var, acısı var, sevinci var, kədəri var. Onlar orada yaşayırlar. Onları çıxarılıblar. Amma o torpaqlara Cənab Prezident dediyi kimi biz orada qaydacağıq. İnşallah oradan qaydacağıq. Və sonuncu suala gəldim. Əgər inşallah ki, o qayıdış nəsib olacaq bizə. İnşallah. Hara gedəcəksiniz ilk öncə? Elə mən Azərbaycanda qalacam, getməyəcəm ora yaşamağa ha. Gedib gələcəm, ziyarət eləyəcəm. Mən yaşamağa getməyəcəm ora. Niyə? Çünki Allah rəhmət eləsin, mənim babalarım gəldilər, qayıtdılar, bizi qırğına verdilər. Mənim nəvələrimin günahı nədir ki, mən onları bir də aparam, odalovun içinə çökəm. Yəni, mənim bunu deməkdən məqsədim odur ki, mən biraz əsəbləşirəm. Əlbəttə qayıdaram. Əlbəttə qayıdaram. Qayıdaram, o torpaqdan da öpərəm, diz üstə səcdə eləyərəm. Çünki bayaq da dedim, mənim babalarımın qəbirləri, mənim atamın, anamın, qohum əqrəbəmin, elmin, ağsaqqalımın orada izləri var. Yəni, dediniz, məsələn, övladlarımızın şuurlu formada mübarizə aparmalıdır. Bəli, şuurlu mübarizə aparmalıdır ki, ora qədimdən Azərbaycan torpaqları olur. İrəvanın torpağı, Azərbaycanın, erməninin torpağı yoxdur. Erməninin torpağı yoxdur. Erməninin torpağı yoxdur. Hamısı Azərbaycanın torpağıdır. Şah İsmail Xətainin dövründən bəri. Çox güzel. İnşallah nəsib eləsin qayıtmağı. Əgər siz də inşallah qayıdarkən hara ziyarət edəcəksiniz, onu deyə yekunlaşdıraq. İnşallah qaydanda öz yaşadığımız evi, həyat bacanı, keçirdiyimiz o yaxşı günləri, çox yaxşı yer idi. Belə çox gözəl, biz yaşadığımız düzdür. Azərbaycan bizim vətənimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Onların sayəsində oturmuşuq burada. Ancaq bizim ana vətən doğulduğumuz öz Terk kəndimizə qayıtmaq istəyirik. Orada yaşamaq istəyirik. Öz həyat bacamızda əkdiyimiz o ağaçları, o çəkdiyimiz əziyyətləri, zülmləri görək. Kimlər orada yaşayır? Yerəvan bizim ata yurdumuzdur.
qədimi dövrdən bəri Yerevan Azərbaycanın olubdur. Bizim torpaq olubdur. Ermənilər Qıraqdan gəlib məskunlaşıb orada. Meksika türklərindən uzaq yerlərdən gəlib məskunlaşıblar. Bizim ana yurdum, olduğumuz, doğulduğumuz yer, ana vətənimiz ora. Paşalı rayonunun Terk kəndidir. İnşallah Allah qismət eləyər, nəsib eləyər. Hamı bir nəfər kimi öz qaydasında qaydar öz torpağına. Səsin ana. İnşallah Allah nəsib eləsin inşallah. Allah qoysa, Allah Bizə nəsib eləsin. Allah qoysa inşallah. Görüşümüzün sonuna Aboş qardaşım, Elimizin Obamızın Güzel Aksaqqalı, Həqiqət bacım, bugün həsrət və ümid verilişinə evinizi açdınız, bizi qəbul etdiniz, kəndinizlə bağlı dəyərli fikirlərinizi bizdən bölüşdünüz. Əsas məqsədimiz xatirələrin yenidən öz dilinizdən səslənməsidir. Mən də elə başa düşürəm ki, mən buna nail oldum. Bəli. İnşallah ki, növbəti verilişlərdə görüşərik. Allah qoysa. İnşallah. Daha geniş bir formada biz verilişimizi yenə də sizinlə keçirərik. İnşallah qəribdə olan Azərbaycanlılara, mənim qəribdə də bir bacım yaşayır. 40 ildir ki, Rusiyada məskunlaşıbdır. Özü də ziyalıdır, yoldaşı da ziyalıdır. Buradan onlara çoxlu salamlar göndəririk. Qərib eldədirlər. Bütün qəribdə olan Azərbaycan xalqlarının hamısına qucaq dolu salamlar göndəririk. Amin. Təşəkkür edirəm. Allah razı olsun. Bugün də bitdi. Amma həsrət bitmədi. Yuxularımızda Göyçə var, Dərələz var, Zəngəzur var, İrəvan var. Dağıdılmış evlər, susmuş ocaqlar. Amma dəyişməyən bir həqiqət var. Biz qayıdacağıq. Çünki o torpaqlarda keçmişimiz yatır. Gələcəyimiz bizi gözləyir. Ümidimizi itirməyək. Ümid qayıdışın ilk addımıdır. Bediyim TV Həsrət və Ümid verilişinin növbəti verilişində görüşmək ümidi ilə Allah qayıdışımızı bizə nəsib eləsin inşallah. Əziz və hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonaqları Qərbi Azərbaycan Paşalı rayonu Terk kəndinin sakinləri olmuş Cəllov Mamuş Mehmanoğlu, Cəllova Həqiqət Dərəş qızı idi. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allah'a əmanət olun. Kanalımızı bəyənib abunə olmağı unutmayın. Paylaşın ki, Qərbi Azərbaycan həqiqətləri daha çox insana çatsın. Növbəti videoda görüşmək ümidi ilə Allah'a əmanət olun. Sağ ol. Sağ olun, təşəkkür Sağ ederim. Biz də təşəkkür edirəm Ceyhun. Çox sağ ol. Allah yolunu açıq eləsin. Amin. Bu yolda sənə uğurlar, şərəflə Amin. irəliləyəsiniz. Arzu edirəm ki, məni götürüb gedəsiniz, bir terfi gəzək gələk. Yolunuz xeyirli, çox uğurlu Sağ ol. olsun. Bütün arzularınıza nail olasınız. Amin. Sağ olun, təşəkkür edirəm. Sağ ol. Allah'a əmanət olun. Sağ ol. Sağ ol.